o qədər tərbiyəsizdir ki, özündən yaşca böyük. Yəni, mən ondan gör neçə yaş böyüyəm? Ən azı 15 yaş. Yaşlı müsəlmana təhqiramiz sözlər və o qədər sən həddini aşmısan ki, deyirsən ki, bu dəlidir, məcnundur. Utanmırsan? Mənim tanıdığım bütün elm əhli, elm tələbələri Əlixan Musayevi nəinki elmlə məşğul olan bir adam kimi, onu ümumiyyətlə normal bir insan kimi tanımırlar. Onu anormal adam bilirlər. Mənim tanıdığım bütün elm tələbələri. Və ona cavab verməmələrinin səbəblərindən biri də budur. Nəyə görə rədd etmirlər? Çünki deyirlər adam anormaldır. Baş qoşmaq lazım deyil. Fikir vermirik. Səbəblərindən biri də budur. İkinci məsələ. Əlixan Musayev mənə tərbiyəsiz və əxlaqsız deyir və mən deyirəm ki, tərbiyəsiz, əxlaqsız mənə deyənin özüdür. Kim mənə tərbiyəsiz, əxlaqsız deyirsə, tərbiyəsiz, əxlaqsız onun özüdür.